başına gəlib başmaqsız bir dənə misal çəkeyim sənə. Allah Kərimə şəfa versin. Rəşadın da qapısını açsın. Rəşad bir toy gəlir Masallıya. Şimdi yolda gördüm o kostyumu götürmüşəm. Tələsik çıxmışam evdən. Ayaqqabını götürməmişəm. Kərim dedim o bir dənə ayaqqabı alardı Masallı dükandan atdım. Bir bu ayaqqabı kostyumu. Kərim bir var məndə var bak maşında. Narahat olma bir dənə gecə ayağı var. Verib bunu ayaqqabını. Gəliblər toyda. Deyib meyxana başladı mənə. Mənim ayaqqabımı giyə bilərsən, mənim yolumu gedə bilməzsən zad meyxanaya. Deyib toyun axırına qədər söndürdü də, mən ancaq ayaqqabıda. Bir dənə qəbul etmişlər. Allah, hamı da bildi ki, ayaqqabı Kərimin də bildin, söhbət ayaqqabı. Allah şəfasını versin. Kərim idi. Kərim toyxanaya girəndə sirkələnirdi toyxana. Allah Allah. Şairlər özlərini yığışdırırdılar. Kərimin səsində hər meyxana deyim, istənən kimi, deyəm bir dəqiqə, bunlar belə söndürüm gəl. Bir dənə qalxır düzülə, belə demək çəkə bilir, bir-iki nəfər çıxa bilirdi o çıxan pilləyə. O da güclə çıxırdı, mən də bir təhər çıxırdım oraya, amma Kərim ayrı. Əsəbləşdi başqa idi. Kərim ayrı.